Dövlət Təhlükəsizliyi Xidməti əməliyyat keçirdi. Xaricdən xüsusi tapşırıq alan şəxs saxlanıldı. Bu barədə reporta Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşı 1969-cu il təvəllüdlü Fərzəliyev Siyafət Heydəroğlunun dövlətə xəyanət etməsinə əsaslı şübhələr yaranıb. Araşdırmalarla müəyyən edilib ki, Naxçıvan Muxtar Respublikasının sakini Siyafət Fərzəliyev xarici ölkə ərazisində olarkən həmin dövlətin xüsusi xidmət orqanının nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib, ölkəyə qayıtdıqdan sonra onların tapşırığı əsasında Naxçıvan şəhəri və Şahbuz rayonu ərazilərində yerləşən hərbi və digər strateji əhəmiyyətli obyektlərin video çəkilişlərini apararaq xarici xüsusi xidmət orqanının nümayəndələrinə təqdim edib. Həmçinin qeyd olunan şəxsin yaşadığı mənzilə baxış keçirilərkən oradan Kalaşnikov tipli avtomat silahının ayrı-ayrı hissələri aşkarlanaraq götürülüb. Siyafət Fərzəliyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilib. İstintaq əməliyyat tədbirləri davam etdirilir.